uşaqların istedadlarının, bacarıqlarının üzə çıxarılması məqsədi ilə təşkil edilmişdir. Sizə uğurlar. İndi mükafatlarımız diplomlardır, yəni seçəcəyik. Ən yaxşı çəkən rəsmləri çəkənlərə diplomlarla tərtib edəcəyik. Amma bu demək deyil ki, siz ruhdan düşəsiniz. Yəni, gələn rəsmlərdə də ola bilsin ki, o birisi uşaqlar qalib oldular. Oldu. Məsələn, bizim indi bugünkü müsabiqəmizdə baxırıq ki, neçə dəfələrlə iştirak edən şagirdlərimiz var. Yəni, olub ki, neçə dəfə iştirak ediblər, amma heç vaxt yer tutmayıblar. Çünki onlardan da yaxşı çəkənlər var. İndi də ən yaxşılarını seçəcəyik. Gələn tədbirlərdə o uşaqları qalib edəcəyik. Yəni, yaxşı çəkəsənlər, heç kəs ruhdan düşməyəcək. Oldu uşaqlar. Tərəxəm, sözüm var. Yoxsa baxış eləyək. Baxış eləyək, görək kimlər. Sonra məzun gəlin sizdə. Bir rəssam olaraq da rəsm müəlliməsi. Müəllimə siz də gəlin, siz də rəsm müəlliməsiniz. Bir yerdə baxar. Təsvir eləmişsiniz. Yaşıl dünyalarında. Yaşıllığı. Bunlar özün çəkmişsiniz, hamısını. Burada nəyə təsvir eləmişsiniz? Bax, bu nədir burada? Belə Lavanda. lavandadır. Məşəqə çəkeyim, mən Video bir-iki dənə götürsə bəs çəkirlər. İki götürdü bəs əsas çəkirlərdir. Bəs bunu kim çəkir? Burada nəyə təsvir eləmişsiniz? Bəs bunu kim çəkir? Bunu çəkib, onun üstə. Canım. O yaşıl dünya salon həqiqəsini, o məsəl ağaclar bizim nəyimizdə, oksigenimizdə az təsvirləmişəm də. Elə sağlam həyatı orada təsvir edib, sadəcə Onu izah qəşəng danışa bilərsən də. Elə hamı elə eyni söz, formal sözlər, yaşıl dünya salon. Açıqlama verir də. Açıqlama vermir də. Çəkəndə özün beynindən nəyisə təsvir edib çəkirsən. O internetdə götürürsən də. Yox, öz fantaziyasını. Öz fantaziyasını. Dərnəkdə işlədim. O da kamerası, şu an öz fantaziyası. Bəs o yuxarıda var ya, o da maraqlı şəkildə. O Öz fantaziyası danışmaz. Hə, o Nə çəkib, məsələn, biz bilmirik ki, orada o nə çəkib. Sizə elə. Çəkilər, yox, dedi axı o. O təmiz həyat, bu çirkli həyat. Yəni, ikisini ayırıb bir, o da fantaziyası qəşəng həyat. qəşəng tanıyır. Siz səhvsiz bunu özü təqdim edin. Bu harda görmüşsün. Bakıda görmüşsən. Bu nəyi, bu əksik, ən əsasda Beydəlir mərkəzi. Və sonrası nədir? Və bu belə bir imzasıdır, bəli. Bəs bunlar nədir, çəkmişsən? Bunlar şeydir. Orada şey var. Onun nə anlamı var ki, bax o qarşısında çaydır, çaydır. O anlam nədir olduğunu bizə izah edər. Biz belə baxırıq, amma mənasını bilmirik. Milliliyimizi əks etdirir. Nələri göstərib. Armudu stəkanda çay. Milli ornamentimiz Amma var, bu biliyorsun tayla zənginliyin göstərir. Yox, müəllimə, biz onu bilirik. İstəyirik uşaq özü izah eləsin. Bilirəm, hə. Yox, bilirəm. Çox bizim adətlərimizdə çay bizim Söylədəndə onların izahı. Birinci biz Uşaqların, özümüz yəni o çəkdiyi rəsmi düşüncələrə rəhbərlər ki, danışsınlar ki, yəni görək. Onlara sualı verir. Cənab başçısı hər şeyində diqqətinə gedir. Yəni onu uşaqdan sonra keçən dəfə yəni burada mən gördüm cənab başçı uşaqlara dərs izah edirdi müəllimə. O uşağın dərs izahında elə bir yerdən sözü dedi ki ona. Uşaq özü də çaşbaş qaldı. Ona görə də şəkildir. İndi o uşaqlar eləyir. Onlara başa salın. Deyin ki budur da. Yəni uşaq bilsin. keçək bu qıza. Sizlər öz sualı təqdim edin. Biraz möhkəm danış qızım. Yəni başdakı amma belə də təsvir edilmişəm. Var mı? Siz yaxına gəlmələriniz Vermişəm. Mən də yaşlılığını da təsvir etmişəm. Sunkan birinizə var. Əslində qazı bu köhnə binaları siz təsvir edəmişsiniz. Keçmişdə Bakı binalarında indi də içəri Həm keçmiş binalardan olur, həm də arxasında yeni Hərdən? binalar. Müasirdə. Səndən keçmişdə Mimarlığı. müasirlik qarşılaşdırır. Etüt kimi durursan. burada Bu qız. O qızın iki dənə rəsmi var. Bir odur, bir də o. İşte. Siz özü təqdim edin. İsmail Zaki Sarı, burada yaşıl dünyanı təsvir etmişəm və əgər biz təbiətimizi qorusaq, ona yaxşı qayğı göstərsək, burada olduğu kimi ağaclıq olar, yaşıllıq olar, amma onu çirkləndirsək, gələcəyimizi düşünməkdən hərəkət etsək, burada olduğu kimi quraqlıq olar, dünyamız. Təqdim edin.
Biraz möhkəm daha siz uşaqlarını seçirsiniz. Burada kırmızı şişəsini uzadırlar, onu qurulur. Yaşıl yarpaqlar və təbiət elementləri çoxdur. Bu da təbiətin və həyatın gözəlliyini göstərir. Planetlə yaşıllığı qarışdırırsınız. Keçək bu. Burada Naxçıvan Qarabağlar Türk kompleksi, burada da Paris Regional Bu həm də qalib olan oğlan. Əli bir dənə qalib olub 3-cü yer tutub. Birində müsabiqədə yenə qalibdir. İndi qubbiyyatmışıq maşallah. Çox səliqəli çəkir. Müəllimin kimdir sənin? Kim? Mən görməliyim, uşaqlar göndərir. Birinci tutub, yoxsa Azərbaycan Burası təqdim edin. Burada təbiəti təsvir etmişəm, oksigen olaraq ağacı təsvir etmişəm, səhərləri təbiət etmişəm. Nasıl məktəbsən sən? Bunlar kim çəkir? İstər misiniz? Siz. Kiçik bir yerə qoyursunuz. Siz nəyə təsvir eləmişsiniz? Nə demək istəmişsiniz? Burada zaman döngüsünü təsvir etmişəm. Təbiətin bir tərəfinə baxdıqda təmiz, yaşılı, digər tərəfinə baxanda isə quraqlıq təsvir etmişəm. Hansı məktəbsən? Bunlar özünə verəliyim məktəbə. Bu qız çəkir. Что ты хотела тут сказать? Прироdu, Kristo prirodu. Təbiətin Gözəlliyi çəkir. Bilirəm, burada hamısı təbiətdir. gözəl çəkib, sadəcə Sadəcə adətlədir, indi onu uşaq bilməyib, yəni bizim formatımıza uyğun əslində böyle ölçülü rəsmlərdə. Ağac ayaqdır. Bunu kim çəkir? Siz sən misiniz? Hızlı təqdim edin. Öz adınızı tam istəyirsiniz. Hansı məktəbsən qızım? İnsan Obrazını. ama təbiət olanda saçlar küləkdən, donu yaşıllıqdan, özü oddandır. Bu da seviyorum. Onda sizlərinizi Bunda hansı məktəbdə uşaqlığı çəkib? bunlar kim çəkir? Siz sən Sən çəksən, onu demişdim. Hansı məktəbsiz? İdilənlər tam otomatikdə mücəssiz şərikətlər var. Bu şəkil çəkməkdə məqsədim odur ki, dünyamızı, yaşam təbiətimizin gözəlliyi insanların əlindədir. Biz təbiətimizi qorusaq, onlar bu qədər gözəl olurlar. Bunu çəkməmin səbəbi isə ağaçları gözədən təbiətdir. İkinci sinifdən, maşallah. Hə, sizin sizdən nə qədər? Burada dünyanın əllərində tutan obraz çəkmişəm. Dünyanın xaricində olan ağacları və binaları təsvir etmişəm. Neçəni sinif şahid? Azadə Xərcliyəm. Burada təbiətimizin əlimizdədir mövzusuna çəkmək istəmişəm. Yəni biz təbiəti qucaqlasaq, o belə rəngarəng və gözəl qalacaq. Burada planetimizi çəkmişəm. Burada quşlar göstərməklə təmiz samanı, heyvanlar göstərməklə, yaşılı göstərməklə canlı təbiət göstərməklə. Son kim çəkib? Onu dedim ya. Memarlıq və şəhərsalma haqqında çəkmişəm. Bakıda memarlıq abidəsidir, Saadət Sarayda deyə keçir. Saadət Saray kim tikdirib Saadət Saray? Muhtamayən çəkmişəm. Hər bir əsər çəkəndə ilk dəfə Hacı Zeynalabdin Tağıyev. Ağlayırım. Həyatımda. Buyurun. Mən 3 il məktəbdə oxuyuram, 11 sinifdə. Burada da başa salmağa çalışmışam ki, insan və təbiət bir-birinə bağlıdır. Və təbiət bizim həyat mənbəyimizdir. Bunu qoruyub saxlamaq sağlam həyatın şərtidir. Bəli, həm də həmişə fikirləşməliyik. Onu beynində yaratmışsan ki, yəni beynimizdə olmalı. Sağlamlıq olmalı, yaşıllıq olmalı. Hansı məktəbsən? Mən 7 nömrə məktəbdə oxuyuram, mən 5-ci sinif şagirdiyəm, məsələn, elədir. Burada mən planeti çəkmişəm. Burada
mavi rəng dənizlərimizi təmsil edir. Yaşıl rəng isə planetimizdə olan yaşıllıqları. Burada təbiətimizdə olan gözəlliklər çəkmişəm, bitkilərimizdir. Burada isə yay dünya çəkmişəm, çünki yay dünyamızda olan oksigen və ağac sayəsində biz nəfəs alırıq. Sağlam qalırıq. Yəni, onlar oksigeni buraxırlar ki, biz yaşaya bilək. Biz burada mən burada mavini səmanı çəkmişəm və burada günəş vasitəsilə bizim həyatımızın parlaqlığı.